Dünən bir video paylaşdım, ölüm öncəsi bir hadisə haqqında və bu video üzərinə cəmaət mənə ağıllarına gələni yazdı kommentlərdə. Belə ki, kimisi ölüm arzulayır, qarğış eləyir, kimisi panik atakının tetikləndiyini yazır ki, bunu başa düşürəm. Kimisi çəkdiyim videonun ağır olduğunu izah elədi, bunu da başa düşürəm. Amma bir şey demək istəyirəm. Baxın, mənim kanalım və istər bu YouTube olsun, istər Instagram, istərsə də burada TikTokda mahiyyəti insan bədənini kəşf etməkdir. Və bu insan bədənini kəşf edərkən həmçinin mən zaman-zaman xəstəliklərə də toxunuram. Xəstəliklərin mexanizmlərini izah eləyirəm. Daha sonra bəzən orqanların funksiyalarına, orqanların işlənməsinə toxunuram. Buradakı məqsədim insanlara həm insan bədəninin maraqlı tərəflərini, normalını, həm də digər tərəfdən patologiyasını, yəni xəstəlikli halını çatdırmağa çalışıram. Çünki düşünürəm ki, bir çox xəstəlik məhz maariflənmə nəticəsində önlənə bilir. Əgər mənim videolarım kiminsə narahat eləyirsə, kimisə panik atakını tetikləyə bilərsə ki, bu normaldır, başa düşürəm, lütfən videomu ötün, qulaq asmayın. Digər tərəfdən orada mən ölüm öncəsi fenomenindən danışıram, amma bunun hər kəsə aid olunmur təbii ki. Baxın, bu mən orada demirəm ki, %100 hər kəsin başına gəlir. Deyirəm ki, insan bədənində belə bir maraqlı hadisə baş verir və maraqlı deməyimin səbəbi odur ki, doğrudan da baxdığımızda maraqlıdır. Yəni bunu dramatikləşdirməyə ehtiyac yoxdur ki, ay sən buna maraqlı dedin, insanlar ölür. Mən başa düşürəm, insanlar ölür. Mən bəlkə bir çoxunuzdan daha çox ölən insan görmüşəm ya da çox ağır vəziyyətdə olan insanlar görmüşəm. Onlarla aylarla